Mirsayib Seyidli xaricdə təhsil alan oğlunun diplomunu Azərbaycanda təsdiqləmək üçün Təhsil Nazirliyinə müraciət edən valideynlərdən biridir. O bildirir ki, oğlu Mir Yunis hazırda hərbi xidmətdədir. O, 2008-2009-cu ildə Əhməd Yesevi adına Türk-Qazaq Universitetinə qəbul olsa da, diplomunu Azərbaycanda təsdiq edə bilmir. Kasıb üçün yer yoxdur. Bu qədər hər ayda 3-4 dəfə gedirəm ora. Məni Nəzakət Hacıyeva vəbşi qəbuluna yazıldım, qəbulunda mən çıxır. Mən nə eləməliyəm? İndi vətəndaşla elə rəftar edir ki, adam heç eləmir. Mirsayib bəy bildirir ki, Təhsil Nazirliyi ona 10 aydır heç bir cavab vermir. O həmçinin deyir ki, müsahibəyə çağırarkən oğlunun hərbi xidmətdə olduğu nəzərə alınmayıb. Mən orada otururam saatlarla, 1 saatla qəbula. 1 saat yarıma 10 aylıq işi gəlib görüb çıxıb gedirlər. Saat yarıma, 1 saatda, mən saatla otururam orada, gözləyirəm qəbulda, 1 saatda gəlir o işini görür gedir. Mənim o imkanım yoxdur. Əgər fikirləri varsa, pul qanuni şəkildə puldursa, pulla təsdiq olunursa, qanuni şəkildə onu da açıq desinlər mənə. Mir Yunislə eyni ildə həmin universitetə qəbul olan Rüstəm Əsədov isə 10 aydan sonra diplomunu Təhsil Nazirliyində təsdiq edə bilib. Rüstəm Əsədovun qardaşı Asif Əsədov deyir ki, Nazirliyin Daxili Nəzarət Şöbəsinin müdürü Nəzakət Hacıyeva hara istəyirsinizsə şikayət edin, buranın ağası bizik, bizə heç kim heç nə edə bilməz deyə onlara cavab verib. 10 aya bir sənəd verilmir. Bu, yəni indi hansı zamandır, rüşvəti ağızdan istəmirlər də, belə demirlər. Bir sənədə 10 ay geçişdirmək bu rüşvət istəməyin bir forması. Cəmaət əziyyət çəkib, uşaq oxutdurub, özü prezident təqaüdə olmaz. Qardaşım da Seyidli Milyonist araşdıra bilər. Həm Türk prezidenti, həm də Qazaq dövlətinin prezident təqaüdçisi olublar. Təhsil Nazirliyi xaricdə təhsil alan, Türk təhsil sistemi ilə təhsil alan tələbələrdə diplom bazarı açmasın. Geçsin hələ ki 40% uşaq ana dilindən 2 alır. Bunları araşdır. Nazirlər Kabinetinin nostrifikasiya haqqında qərarında bildirilir. Mənfi rəy aşağıdakı hallarda verilə bilər. Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan 1 il az olduqda, təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda, xarici ölkələrdə verilən təhsil istiqamətləri üzrə qiyabi və əyani qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət üzrə belə təhsil formasına yol verilmədikdə. Meydan TV-nin Təhsil Nazirliyinə ünvanlanan sorğusuna cavabda bildirilir ki, Mir Yunis Seyidlinin təhsil sənədi ilə ixtisas bilikləri arasında əhəmiyyətli fərqlər aşkar edildiyi, təhsil sahəsindəki dövlət standartlarına uyğun gəlmədiyi üçün diplomu tanınmayıb. Təhsil üzrə ekspert Nəbatəli Qulamoğlu isə deyir ki, diplomların tanınması haqqında Nazirlər Kabinetinin qərarında bildirilir ki, 1 ay müddətində məzuna cavab verilməlidir. Ekspert məzunların imtahan yerinin əmək bazarı olduğunu deyir. O, Təhsil Nazirliyinin təkcə xaricdə təhsil alanlarla müsahibə aparmaqla təhsil haqqında qanunu pozmuş olduqlarını deyir. Heç bir sivil ölkəsində belə hal yoxdur ki, tutaq ki, diplomun tanınmasını, nostrifikasiyanı bu qaydada aparsınlar. Açığın deyim ki, mən bu hərəkətləri keçilikdən başqa heç bir ad verə bilmərəm. Çünki Təhsil Nazirliyinin imtahan deməli, aktının arxasında heç bir qanun dayanmır və əgər doğrudan da valideynlər aktiv olsalar, bu işi görən adamları məsuliyyətə cəlb edirlər. Hesab edirəm ki, bu işi haradasa bir korrupsiya seti görür, korrupsiya şəbəkə görür. Çernobıl qəzasında iştirak etmiş Mirsayib Seyidli danışır ki, 92-ci illərdə döyüş bölgələrində də xidmət edib. Bu səbəbdəndir ki, oğlu Mir Yunisin 1 yaşında belə ailəsinin yanında ola bilməyib. İndi oğlunun vətəndə qalmayacağından narahatdır. Mən o uşağın sabahları nətər qabağını saxlaya bilirlər. Nətər bu cavan kadrları Azərbaycandan uzaqlaşdırırlar. Kimlər üçün eləyirlər? Özləri üçün, öz uşaqları üçün, ya nəyə görə? Kasıba yer yoxdur Azərbaycanda.